Salihəddin Əs-Səffadinin özünü Əl-Vafi bil-Vəfayət, Vafəyət kitabında İmam Zaman ağa Əcəlallahu fərəcəhu şərifin belə deyək, ölümü ilə bağlı bir cümlə var. Amma bir tərəfdən də digər alimlər də bu öz kitablarında nəql etdiklərinə əsasən bu fikir yanlışdır, səhvdir. Yəni o şəxs İmam Zaman ağa Əcəlallahu fərəcəhu şərif ölmür. O Allahın rızası ilə nə edir? Yaşayır. Sadəcə qeybdədir. Baxın, indi cümlədəki siz uyğunsuzluğa baxın da. Ziddiyyət yaranır. Atasından sonra 2 il yaşamışdır, ölmüşdür, nöqtə, yoxa çıxmışdır. Necə ölüb, həm də yoxa çıxıb? Və davamında deyir, onun necə öldüyü bilinməmişdir. Cənazəsi də tapılmır. Onda o adamı ölüm hökmü qoymaq olarmı? Xeyr, olmaz. Özü yazır ki, ölmüşdür, sonra yoxa çıxmışdır. Necə ölmüş adam, yəni ki, bu cəsəd burada qalır? Necə yoxa çıxa bilər? Və onun ölümünü də heç kim görmür. Maraqlıdır.